Salam. Sizinlə tabesiz və tabelik bağlayıcılar haqqında danışmaq istəyirəm. Deməli, tabesizlik bağlayıcıları tabesi mürəkkəb cümləni və həmcinslər bağlayır. Tabelik bağlayıcılar isə yalnız və yalnız tabeli mürəkkəb cümləni bağlayır. Yəni qarşımıza sual çıxır ki, hansı bağlayıcılarda yalnız mürəkkəb cümləni bağlamaya xidmət edir? Bu zaman siz seçirsiniz yalnız və yalnız tabeli mürəkkəb cümləni bağlayan tabelik bağlayıcılarını. Amma bir fərqimiz, bir istisnamız var. Nədən ibarətdir? Tabesizlik bağlayıcısı olan qarşılaşdırma bağlayıcısı həm tabesi mürəkkəb cümləni bağlayır, həm tabeli mürəkkəb cümləni bağlayır. Amma biz bunu necə seçirik? Tabeli mürəkkəb cümlə özünə bir açar sözlər seçir. Necə? Gəlin iki dənə cümlə deyirəm. Mən gəldim, ancaq sən yox idin. Baxın, mən gəldim, ancaq sən yox idin. Gələn mənəm, yox olan sənsən. Burada oldu tabesi mürəkkəb cümlə. Amma desəm ki, düzdür, mən gəldim, ancaq sən yox idin. Burada düzdür sözü bizim açar sözümüzdür. Bu zamansa sayılır tabeli mürəkkəb cümlə. Həmçinin bizim açar sözlərimiz hansılardır? Tabeli mürəkkəb cümlə bizə açar sözlər verib. Hansılar? Düzdür, doğrudur, doğrudan da və hərçənd sözlərindən istifadə etməklə biz bu cümlənin tabeli mürəkkəb cümlənin olduğunu bilərik. Deməli, qarşılaşdırma bağlayıcısı olan bir də bizim isə bağlayıcımız var. Bəzən bu isəni imtahanlarda gizlədirlər. Necə gizlədirlər? Deməli, sözə bitişik verirlər. Deyirəm ki, mən gəldim, sən isə yoxsan. Burada isəni ayrı yazıblar. Amma bəzən səni bitişik edirlər. Deyirəm, mən gəldim, sən isə yoxsan. Buradakı sənin yerinə siz, amma ancaq lakin fəqət isə halbuki qoya bilərsiniz. Gəldim, ancaq sən yoxsan.